Saniyələr içində şəhərləri yox edən bir güc. İnsanın öz yaratdığı ən qorxunc silah, nüvə silahı. Bu dağıdıcı gücün arxasında hansı fizika, hansı tarix və hansı seçimlər dayanır, gəlin baxaq. Nüvə bombası hazırlamaq üçün xüsusi radioaktiv maddə lazımdır. Ən çox istifadə edilənlər uran-235, plutonium-239-dur. Bu maddələrin nüvələri parçalandıqda çox güclü enerji ayrılır. Nüvə partlayışı üçün maddənin sadəcə olması kifayət deyil. Kritik kütlə ödənməlidir. Kritik kütlə o həddir ki, bu kütlədə neytronlar yeni parçalanmalar yaratmaq üçün kifayət qədər çox olur. Neytron uran-235 nüvəsinə dəyir, nüvə parçalanır. 2 yüngül nüvə, 2-3 yeni neytron və enerji yaranır. Yaranan yeni neytronlar başqa 3 nüvəyə çırpılır. Sonra 9, sonra 27, sonra 81. Yəni zəncirvari reaksiya başlayır. Bu proses saniyənin milyardda biri qədər qısa bir vaxtda baş verir. Bəs necə olur ki, bu qədər böyük enerji ayrılır? Çünki parçalanan nüvənin hissəciklərinin kütlələri cəmi ilkin nüvənin kütləsindən biraz az olur. Yəni kütlə itirilir. Əslində isə itmir, enerjiyə çevrilir. Einstein bunu cəmi bir düsturla ifadə etdi. Y bərabər mc kvadratı. Yəni ayrılan enerji itirilən kütlə ilə işıq sürətinin kvadratı hasilinə bərabərdir. Sadəcə 1 kiloqram uran-235 parçalanarkən 20 mindən çox TNT partlayışına bərabər ola bilir. TNT həm partlayıcı maddədir, həm də bütün partlayış güclərinin müqayisə vahididir. Nüvə reaksiyasından yaxşı mənada nüvə elektrik stansiyalarında istifadə etmək olar. Nüvə stansiyalarında kontrollu nüvə parçalanması baş verir. Uran və ya plutonium nüvələri tədricən parçalanır, nəticədə istilik yaranır. Bu istilik buxar yaradır, buxar turbinləri fırladır, nəticədə elektrik enerjisi yaranır. Üstünlüyü karbon emissiyası yoxdur, qlobal istiləşməyə səbəb olmur. 1 qram uran tonlarla kömürün verdiyi enerjiyə bərabərdir. Davamlı, güclü və hava şəraitindən asılı deyil. Fransa elektrik enerjisinin 70%-ni nüvə stansiyalarından alır. Finlandiya, Yaponiya, Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarında geniş istifadə olunur. Nüvə reaksiyasında yaranan ionlaşdırıcı şüalar xərçəng hüceyrələrini məhv etmək üçün istifadə olunur. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün də istifadə oluna bilər. Nüvə texnologiyası ilə bitki toxumları şüalandırılır, daha dayanıqlı növlər yaradılır. Su ehtiyatlarının və quraqlıqların monitorinqi. Nüvə texnikaları ilə yeraltı suların hərəkəti, yaşı və tərkibi müəyyən edilir. Bu üsullar su çatışmazlığı olan bölgələrdə dayanıqlı su idarəçiliyinə kömək edir. Bəs niyə qorxuludur? Nüvə reaksiyası idarə olunmazsa təhlükə yaradır. Bunu izah etdim ki, nə qədər güclü silah olduğunu bilin. Amma bir şey də görün, bu silah heç vaxt özü partlamır. Onu hər dəfə qərar verən insanlar partladır. Fizika sadəcə qanundur, nə yaxşıdır, nə pis. Pis olan o qanunu necə istifadə etdiyimizdir. Nüvə reaksiyası həyatda verə bilər, ölümdə. Hər şey əldəki düyməyə kimin toxunduğundan asılıdır. Elmi bilmək vacibdir, amma yetərli deyil. Əgər vicdan yoxdursa, bilik də təhlükəyə çevrilir.